Bugün kanalizasiya xidməti göstərilən əhali 50% təşkil edir cəmi. Günlərlə yağan yağış minlərlə evə ziyan vurdu və əmlakı məhv etdi. Üstündən həftələr keçsə də nə prezidentdən, nə də məmurlardan dövlət vətəndaşın arxasındadır sözünü eşitmək mümkün olmadı. Biri dedi günahkar vətəndaşdır, digəri dedi yağış normadan artıq yağıb. Çox da uzağa getməyək. Subasmadan bir neçə ay əvvəl, yanvarın 12-sində Prezident İlham Əliyevin məmurlarla keçirdiyi müşavirədə məlum oldu ki, Bakıda yaşayan əhalinin yarısının mərkəzləşdirilmiş kanalizasiya xətlərinə çıxışı yoxdur. Əslində elə həmin müşavirədə Prezident Əliyev həm də açıq şəkildə manipulyasiya edərək leysan yağışlarının ən inkişaf etmiş ölkələrdə də daşqınlara səbəb olduğunu və bunun idarə edilməsinin mümkünsüzlüyünü dilə gətirdi. Məsələ burasındadır ki, Bakının ayrı-ayrı rayonlarını basan su çayların gətirdiyi daşqın suları yox, olmayan kanalizasiya sisteminə axıb gedə bilməyən sular idi. 1993-cü ildən bəri həm ata, həm də oğul Əliyevin prezidentliyi dövründə paytaxtın və ətrafındakı kəndlərin kanalizasiya sisteminə milyardlarla vəsait ayrılıb. Azadlıq radiosu Azərsunun sabiq sədri Qorxmaz Hüseynova istinadən yazırdı ki, ümumilikdə 2003-2013-cü illərdə su təchizatı və kanalizasiya sektoruna 2,8 milyard manatdan çox vəsait ayrılıb. Bundan başqa işçi qrupları yaradılıb, baş planlar hazırlanıb. Amma nəticə budur ki, yalnız əhalinin yarısı mərkəzləşdirilmiş kanalizasiya xidmətlərindən istifadə edə bilir. Ümumi mənzərə bundan ibarətdir ki, hakimiyyət nəzarətində olan media vasitələri ilə vətəndaşı başa salır ki, subasma ərazilərində yaşayan insanlar qanunsuz ev tikdikləri üçün bu evlər qeydiyyatçız evlər sayılır. Başqa sözlə, dövlət bu əmlakları tanımır. Ona görə də onlara kompensasiya düşmür. Digər tərəfdən, bu evlər sənədsiz evlər olduğu üçün vətəndaşlar əmlaklarını sığortalaya da bilmirlər. Yəni sistem təbii fəlakətlə üzləşən vətəndaşa dəymiş ziyana görə kompensasiya almağa imkan tanımır. Təxmini rəqəmlərə əsasən, hazırda Azərbaycanda yarım milyona yaxın qeydiyyatçız ev var ki, onların da böyük əksəriyyəti Bakı və Bakı ətrafı ərazilərdə yerləşir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev özünün Facebook hesabında yazır ki, əgər bu yaşayış evləri hüquqi qeydiyyatdan keçmiş və sığortalanmış olsaydı, dəyən ziyan sığorta şirkətləri tərəfindən qarşılanmalı idi. Mövcud vəziyyət isə bir daha göstərir ki, plansız tikinti, sənədləşmə problemləri və riskli ərazilərdə məskunlaşma gələcəkdə daha ciddi sosial-iqtisadi fəsadlara yol aça bilər. Yanvarın 12-sində Prezidentin keçirdiyi müşavirədə isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov demişdi ki, 2014-2025-ci illərdə qeyri-qanuni və plansız genişləmələr nəticəsində bəzi göllər qurudulub, ərazilər zəbt edilərək tikinti aparılıb və bu da güclü yağışlarda su basmalara səbəb olur. Halbuki, son illərdə qəbul olunmuş qanunlar vətəndaşa öz həyətində heç toyuq hini belə tikməyə icazə vermir. İstənilən icazəsiz tikili həmən dövlət qurumları tərəfindən sökülür. Paradoks ondadır ki, dövlət qanunsuz və tanımadığı elan etdiyi həmin əmlaklardan 10 illərdir ki, su, qaz, işıq pulu, hələ üstəlik vergi də yığır. Azərbaycan qanunlarına görə hadisə lokal məişət problemi deyilsə, sel, su basma, leysan və digər təbii fəlakətdirsə, bu zaman dövlət zərər çəkənlərə yardım etməlidir. Fövqəladə hadisə hər hansı bir prosesin normadan kənara çıxması nəticəsində baş verən hadisədir. Deməli, məmurların tez-tez dilə gətirdikləri normadan artıq yağan yağış da təbii fövqəladə haldır. Bundan əlavə, Mülki Müdafiə Qanununa görə mülki müdafiənin əsas məqsədlərindən biri fövqəladə halların və onların nəticələrinin aradan qaldırılmasıdır. Amma bu tədbirlərin yerinə müşavirələr keçirilir və 10 il ərzində su və kanalizasiya sistemlərinin Avropa standartları səviyyəsinə çatdırılması vədi verilir. Vədlər Avropa standartlarına uyğunlaşsa da, vətəndaşa münasibət Avropa standartı səviyyəsində deyil. Məsələn, inkişaf etmiş ölkələrdə təbii fəlakətlərin vurduğu zərəri minimum həddə salmaq üçün əvvəlcədən müxtəlif fəaliyyət planları həyata keçirilir. Azərbaycan kimi hakimiyyətin tək adamdan asılı olduğu rejimlərdə təbii fəlakət zamanı vətəndaşa dəstək oturmuş sistemlə deyil, məhz prezident lazım bildikdə verdiyi sərəncamla həyata keçirilir. Məsələn, 2019-cu ildə Ağsu və Şamaxı rayonlarında zəlzələdən zərər görmüş evlərin təmiri üçün Prezidentin ehtiyat fondundan Ağsu rayon icra hakimiyyətinə 3 milyon manat ayrılmışdı. Bu dəfəki yağıntılardan və su basmalardan sonra isə nə prezident administrasiyasında müşavirə keçirildi, nə də hər hansı sərəncam verildi. Fəlakətlə üz-üzə qalan vətəndaş konstitusiyaya görə sosial dövlət statusu daşıyan dövlətdən dəstək görə bilmədi. Güclü yağıntılardan 3 həftə keçsə də, Bakı və ətraf kəndlərdə sakinlərin evləri və küçələr hələ də suyun içindədir.